Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə merci supunun hazırlanmasını bölüşəcəm. Qeyd edim ki, bir çox insanların sevimli suplardan biri olan merci supunu mən bu formada hazırlayıram. Hazırlamışkən də sizlərlə bölüşmək istədim. İndi isə keçək hazırlamasına. Əvvəlcə 1 stəkan merci, 1 ədəd kök, 1 ədəd soğan, 1 ədəd kartofu yaxşıca yuyub təmizlədikdən sonra soğanı başlayıram xırda-xırda doğramağa. Soğan doğradıqdan sonra qazana 1 xörək qaşığı yağı əlavə eləyib, üstünə soğan da əlavə eləyib biraz qızardıram. Sonra isə keçirəm mercini yumağa. Mercini yaxşıca yuduqdan sonra kökü tyorkanın ən xırda gözündən keçirdirəm. Sonra isə kartofu da eyni qaydada tyorkadan keçirdirəm. Soğanımız artıq hazırdır. Üstünə isə 1 çay qaşığı biber tomatı əlavə eləyirəm ki, rəngi yaxşı alınsın. Sonra isə üstünə kök, kartofka, mercini əlavə eləyirəm, duz, istiot zövqə görə. Sonra isə 1 litrə yarım qədər də su əlavə eləyib qapağını bağlayıram. Qaynayana yaxın qarışdırıram ki, köpməsin. Biraz qaynayandan sonra isə 15-20 dəqiqə qədər qaynayandan sonra blenderdan keçirdib, sonra qaba əlavə eləyib, üstünə nanə, limon əlavə eləyib nuş eləyirik. İnanın çox dadlı alınır. Hamının da xoşu gəlir, siz də eləyib nuş eləyə bilərsiniz.